Ruslan Salmanov bu sənəti ustadsız öyrənib. Ağac üzərində sadə fiqurlar çəkib oymaqla, özü də ən sadə alətlərlə. Ustanın sözlərinə görə ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər da asan deyil. Necə deyərlər, yüz ölçüb bir biçməlisən. Ən mühüm amillərdən biri də sözsüz ki, əl işinə görə ağacın seçilməsidir. Mən işlətdiyim ağacın adı lapan deyirlər. Bizim bölgədə qəndələşdir. Sonra məsələn üçün şabalıd ağacları var, fıstıq ağacı var. Fıstıq ağacı çox möhkəm olur. Ümumiyyətlə isə bədii oyma sənəti çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Xüsusilə də rəssamlıq bacarığı. Tələbata gəldikdə isə oymaçı usta narazı deyil. O bildirir ki, ildən ilə zövqlər dəyişir. Təbii ki, sifariş olunan əl işlərdə. Əsasən heykəldir, ən çoxsu tablo olur. Tablo mənzərəsi olur belə. Məsələn üçün orada istəyirlər. Eləsi də məsələn sifariş verir ki, öz şəklimi istəyirəm taxtanın üzərində. Bu sənətin onlarda irsi olduğunu deyən Ruslan Salmanov rəssamlığı öyrətdiyi övladına həm də gələcəkdə ağac üzərində oymanın bütün sirlərini aşılayacağını bildirir. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Masallı.